Manaf Ağayevdən iddialı açıqlama. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Həmişə geyim haqqında düşünmüşəm. Sənətçi geyimləri ilə öyündü. Onu olsa mən geyinəndən sonra brend olacaq. Geyim sevən adamlar başqa şeydir. O hansı həmkarına söz atdı? Brend geyini tökülüb dağılır heç. Getdim onu tapdım. Birazdan Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Manaf Ağayevdən iddialı açıqlama. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Həmişə geyim haqqında düşünmüşəm. Sənətçi geyimləri ilə öyündü. Onu olsa mən geyinəndən sonra brend olacaq. Geyim sevən adamlar başqa şeydir. O hansı həmkarına söz atdı? Brend geyini tökülüb dağılır heç. Getdim onu tapdım. Geyimləri, bahalı aksesuarları ilə şou biznesdə ad çıxaran Manaf Ağayevdən iddialı açıqlama. İstəyirsən şou biznesdə ol, istəyirsən başqa bir yerdə. O geyinən adam, sərgəli, səhman geyinən adam. Geyinir mən uşaq vaxtımdan, yəni pulum oldu, olmadı. Həmişə geyim haqqında düşünmüşəm. Ona görə də çalışıram, demirəm də, yəni mən lap super geyinirəm. Yox, çalışdığım qədər çalışıram ki, yaxşı geyinim. Çalışıram ki, dəblə geyinim, yaxşı geyinim. O, yəni şou biznesdə oldun, olmadın, yəni o geyim sevən adamlar başqa şeydir. Deyirdin ki sən mənə ürəyimi vermərəm, elə aşiq olmuşam mən dəli divarəyə. Yaxın dostlar da var, bir dənə harıca xaricə zada gedirlər. Görürsən ki, bilir mənim geyimimi, stilimi. Bir də görsən, yaxşı dostlardır, özünü alıb, biri mənə alıb hədiyə. Amma əsas mən özüm çünki o mənim əynimə oturmalıdır, o mənim xoşuma gəlməlidir. Vacib deyil, bahalı şey olsun. Mən bahalığa heç üstünlük verən deyirəm, o yaraşsın mənə yaraşsın. Onu olsa mən geyinəndən sonra brend olacaq, onun fərqi yoxdur, içində embleması dəyişsin. Əsas odur ki, yarışsın. Özgüvənli sənətçi meydan suladı. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Məsələn, elə adı insandan tanıyıram ki, valla 50 matı, 40 matı köynək geyin, amma onun əynində də heç kim soruşmur bunu neçə almısan. Çünki onun əynindədir. Özü şəxsiyyət olmalıdır, özü sambal olmalı ki, onu daşıya bilsin. Adam da var, məsələn, brend geyini tökülüb dağılır, heç görsən ki, dəxili yoxdur. Əsas onu daşımaqdır. Görün, o bəyəndiyi geyimi almaq üçün haralara üz tutub. İbrahim Tatlısəsin yeni deyəndə bir 30 il, 25 il bundan qabaq olanda onun əlində bir dənə köynək geymişdim. Özü bahalı köynək deyildi, Türkiyənin köynəyi idi, özünün öz firması idi. Enli paloskalı köynək vardı, o qədər xoşum gəlmişdi. Getdim onu tapdım, Türkiyədən aldım. Sonra Telman Adgözəlov, Ağşarp yadınızdadır, belə boynuna dolub uzun. Onu görmüşdüm, gəlib onu Kubinkadan almışdım. Sovetin dövründən danışıram mən sizə. Haradasa 84-85-ci illərdən danışıram. Olur, xoşum gəlir, dedim, yoxum bundan almalıyam. Manaf Ağayevdən iddialı açıqlama. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Həmişə geyim haqqında düşünmüşəm. Sənətçi geyimləri ilə öyündü. Onu olsa mən geyinəndən sonra brend olacaq. Geyim sevən adamlar başqa şeydir. O hansı həmkarına söz atdı? Brend geyini tökülüb dağılır heç. Getdim onu tapdım. Geyimləri, bahalı aksesuarları ilə şou biznesdə ad çıxaran Manaf Ağayevdən iddialı açıqlama. İstəyirsən şou biznesdə ol, istəyirsən başqa bir yerdə. O geyinən adam, sərgəli, səhman geyinən adam. Geyinir mən uşaq vaxtımdan, yəni pulum oldu, olmadı. Həmişə geyim haqqında düşünmüşəm. Ona görə də çalışıram, demirəm də, yəni mən lap super geyinirəm. Yox, çalışdığım qədər çalışıram ki, yaxşı geyinim. Çalışıram ki, dəblə geyinim, yaxşı geyinim. O, yəni şou biznesdə oldun, olmadın, yəni o geyim sevən adamlar başqa şeydir. Deyirdin ki sən mənə ürəyimi vermərəm, elə aşiq olmuşam mən dəli divarəyə. Yaxın dostlar da var, bir dənə harıca xaricə zada gedirlər.
Görürsən ki, bilir mənim geyimimi, stilimi. Bir də görsən, yaxşı dostlardır, özünü alıb, biri mənə alıb hədiyyə. Amma əsas mən özüm çünki o mənim əynimə oturmalıdır, o mənim xoşuma gəlməlidir. Vacib deyil, bahalı şey olsun. Mən bahalığa heç üstünlük verən deyiləm, o yaraşsın mənə yaraşsın. Onu olsa mən geyinəndən sonra brend olacaq, onun fərqi yoxdur, içində embleması dəyişsin. Əsas odur ki, yarışsın. Özgüvənli sənətçi meydan suladı. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Məsələn, elə adı insandan tanıyıram ki, valla 50 mat, 40 mat köynək geyin, amma onun əynində də heç kim soruşmur bunu neçə almısan. Çünki onun əynindədir. Özü şəxsiyyət olmalıdır, özü sambal olmalı ki, onu daşıya bilsin. Adam da var, məsələn, brend geyini tökülüb dağılır, heç görsən ki, dəxil yoxdur. Əsas onu daşımaqdır. Görün, o bəyəndiyi geyimi almaq üçün haralara üst tutub. İbrahim Tatlısəsin yeni deyəndə bir 30 il, 25 il bundan qabaq olanda onun əlində bir dənə köynək geymişdim. Özü bahalı köynək deyildi, Türkiyənin köynəyi idi, özünün öz firması idi. Enli paloskalı köynək vardı, o qədər xoşum gəlmişdi. Getdim onu tapdım, Türkiyədən aldım. Sonra Telman Adgözəlov, ağ şarf yadınızdadır, belə boynuna dolub uzun. Onu görmüşdüm, gəlib onu Kubinkadan almışdım. Sovetin dövründən danışıram mən sizə. Hardasa 84-85-ci illərdən danışıram. Olur, xoşum gəlir, dedim, yox, bundan almalıyam.